pasientlərdən soruşanda ki, neçə dəfə abort etmisən, xəstə mənə cavab verir ki, bir dəfə, 2 dəfə maksimum. Amma soruşanda ki, bəs dərmandan nə qədər uşaq salmısan? Deyir, hə, doktor 10 dəfə, 15 dəfə və bunu da abort hesab eləmirlər. Yəni, elə bilirlər ki, ginekoloji, yəni ginekoloq tərəfindən abort olunmayıbsa, bunlar evdə dərmanla abort edibsə, bu abort sayılmır. Amma bu çox böyük yanlışdır. Baxın, hər dəfə hamiləlikdə qadın orqanizmində prolaktin deyilən başqa adı mamogen hormon adlandırılan bir hormonun miqdarı artır. Və paraleldə təbii ki, süd vəzi xərçəngeni yaradan estrogen və progesteron daha çox estrogen hormonudursa, bu hormonal səviyyədə artıq dəyişkənliklər baş verir hər hamiləlikdə. Və qadın orqanizmi hazırlaşır, yəni hamiləliyi olmağa. Eynən, axarları genişləməyə başlayır, prolaktin miqdarı artır, süd vəzidə uyğun dəyişkənliklər baş verir. Sonra xanım gedib birdən-birə hamiləliyi sonlandıranda, burada sadəcə uşağı, yəni daha doğrusu dölü matkadan çıxartmır. Bu həm də süd vəzdəki baş verən prosesləri tormozlamış olur. Yəni onlar elə bilirlər ki, abort elədim, qutardı. Amma bu elə deyil. Yəni digər hormonların qanda özünü bərpa etməsi, normal hala gəlməsi onunla qutarmır. Yəni siz bugün tutaq ki, abort etmisinizsə, bu proses 1 ay, 2 ay, 1 il çəkə bilər ki, orqanizm özünü tənzimləyə bilsin.